Bismillahirrahmanirrahim. Mina Vasif, Eymen Zidan, Hüseyin İcaz, Qasim Məlhə, Ali Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fikrlər. جعفر الصادق نور شع بالعلم فأرشد لا يضاهى في تقاه وبالحق مؤيد جعفر الصادق نور شع بالعلم فأرشد لا يضاهى في تقاه وبالحق مؤيد علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه في الدين يذكر Filmin rejissoru Sami Əl-Cənadi. Onuncu hissə. Dəməşq. Asim İbn Abdullah'a yaz ki, eğer Cüneyd itaat eləməsə, onu öldürsün. Get dediğimi yaz ve derhal gönder. Sizi nə qəzəbləndirib, niyə belə əsəbisiz? Biz onları devletimizin uğrunda düşmanlarımızı öldürmek için gönderirik. Ve onlara bol bol bəxşişler veririk. Onlarsa düşmanlarımızın kızlarıyla evlenirler. Ata, onlar kimlərdir? Cüneyd. Cüneyd İbni Abdurrahman. Cüneyd? Düşmənimizin qızı ilə evlənir? Bəli, həmin bacarıqsız bu işi görüb. Ata, hansı düşmən? Yezid Əl-Müəlləb. O Yezidin kızı Fazile ile evlenip. Bu eşitdiyim ən pis xəbərdir. Gördün Məsleme. Gördün. Bak buna göre Asim'e Cüneyd'i öldürme emri verdim. Sənə nə olub ey Cabir? Ey mənim ağam, atanız Muhammed İbn Əli mənə heç kimə demədiyi 70 hədis demişdi ki, indiyə kimi onları heç kimə danışmamışam. Amma o dünyasını dəyişəndən sonra inanın ki, rahatlıq tapa bilmirəm. Eşitdiklərim çiyinlərimdə bir yük oldu və məni çox darıxdırmağa başladı. Hələ indi də bilmirəm. O hədisləri danışım, ya səbr edeyim. Ey Cabir, bizim hədislərimiz çox çətin və ağırdır. And olsun Allaha, ona yalnız Peyğəmbər, mələk və sınanmış mömin tab gətirə bilər. Elə isə ey Cabir, bizdən bir şey eşitsən və o sənin ürəyinə yatsa, Allaha şükür elə. Yox, əgər onu qəbul etməsən, onu biz əhl-i beytdən öyrən. Soruşma ki, bu necə oldu və necə idi. And olsun Allaha ki, bu Allaha şərik qoşmağa bərabərdir. Kumeyl ibn Ziyad həqiqət haqqında soruşduqda, babam möminlərin əmiri Həzrət Əli ona verdiyi cavabı indi sənə verəcəm. Ey Kumeyl, çırağı söndür. Artıq sübh açılıb.
Qardaşım, axı sənə nə olub? Xəlifənin zalım əskərləri oğlum İshaqa o qədər işgəncə veriblər ki, balamı o qədər incidiblər ki, yazıq axsaq olub. Allah onlara lənət eləsin. Mən sənnənəm. Mən sənnənəm. Dostunu bu zalimların əlindən xilas edəcəyik. Yox, yox, zindandakılardan bacardığımız qədər qaçırdacağıq. Onlar bizə rəhm eləmədiyi kimi, biz də onlara amansız olacağıq. Doğrudan? Necə? Doğrudan. Doğrudan buradan köçəcəksən? Axı sən buradan ayrı necə yaşaya bilərsən? Bilmirəm. Bu mənə ölümdən də çətindir. Bura qayıdacaqsan? Dükanın açarını gətirmişəm. İstəyirəm onu mənə verəsən. Qoy həmişə səndə qalsın. Oo! Əmim oğlu Səxir burdadır. Sən belə xoş gəlib səfa gətirmisən. Təlhə əmin oğlundan canın qurtarır. Səxir buradan çıxıb gedir. Allah sənin köməyin olsun əmi oğlu. Uğurlar. Allah amanında ey Səxir, Allah amanında. Bilmirəm bu gəncin ayrılığına necə dözəcəyik. Züheyr, nə durmusan? Bizə şərab gətir. Görəsən kimdir? Allah sən özün xeyrə cana. Salam. Xədicə, xoş gəlmisən. Nə olub sənə? Vaxtım azdı xala. Ərim gəlməmiş mənə qulaq asmalısan. Nəyisi olub? Susma de. Yox xala. Ərim öz dostu ilə əlbir olublar ki, səni evindən çıxarsınlar. Evimdən çıxarsınlar? Mən onlara neynəmişəm? Mənim ərim axmağın, sərxoşun biridir. Məni səndən bir yerdə görmək istəmir. Keçən dəfə onu elədiyindən sonra özünə gələ bilmir. Mən evdən çıxmayacağam. Nə qədər ki ruhum bədənimdədir, qanım axır, burada qalacağam. Çıx xala, çıx. Yoxsa keçən dəfə yandırdıqları kimi bu dəfə də evi yandıracaqlar. Çıx. Ey Allahım, sənə sığınıram. Zəhraya, atasına, yoldaşına və balalarına xatir. Günahlarımı bağışla, mənə kömək ol. Məni tək qoyma. Qəlbində rəhm və şəfqət olmayanları məndən uzaq elə. Yalvarıram. Allahım. Hə, Tiyyə. O dostunun başına gələn hadisəni danış görək nədir? Heç bilmirəm hardan başlayım. Sözün qısası, o özünü mənə görə qurban verdi. Görəsən həbsxanada dostun öz fikrindən dönməyib. Qardaş, nə qədər ki bu dünyada mane kimilər varsa, hər şey yaxşı olacaq.
Bir maqniti götürək. O dəmirdən olan 100 dirhəmin ağırlığını qaldırır. Bir müddət sonra o yalnız 80 dirhəmin ağırlığını qaldırır. Onun çəkisi olduğu kimi qalıb, amma azalan qüvvəsidir. Əlindən nə gəlir Ətiyyə? Heç olmasa qılınc oynatmağı bacarırsan? Qılıncdan çox yaxşı istifadə eləyirəm. Amma ox atmaqda daha da məharətliyəm. Hə. Biz gərək tədbirimizdə sənin daha yaxşı bacardığın işi nəzərə alaq. Bəs sən nə bacarırsan? Mən həm ox atmağı, həm qılınc oynatmağı, həm nizə atmağı, lazım olanda da qaçmağı bacarıram. Bunlardan hansını daha yaxşı bacarırsan? Qaçmağı. Zarafat eləyirsən? Mən ciddiyəm, əmir. Mən də ciddi deyirəm. Zarafat eləmirəm Ətiyyə. Sənə nə oldu? Mən sənə çox güvənirdim. Əmir, bu sözlərindən sonra mən çox narahat oldum. Oğlum İshaqa, bu zalimlar elə işgəncə veriblər ki, indi şikəstdir. Onu görəndə qucaqlayıb, öpmək üçün ürəyim sıxıldı. Bilsəydin, onun üçün necə darıxmışam. Az qalır ki, ürəyim yerindən çıxsın. Neçə övladın var? İshak ən böyükləridir. Sonra Musadır. Ondan sonra da qızlarım Leyla ilə Gülsümdür. Bəs niyə qardaşının evinə gedib uşaqlarını görmürsən? Çünki gedib onları görsəm, ürəyim yumuşalacaq və intiqam hissi qəlbimdən çıxacaq. Nə bilim, bəlkə də onlar məni ölmüş bilirlər. İkincisi də ki, ora casuslarla doludur. Əgər mənim evimə gəldiyimi bilsələr, heç bir saat da sağ qalmayacam. İnşallah tezliklə övladlarına qovuşarsan. İndi isə baxaq görə nə edirik. Məlun qonşumdan nə xəbər var? Özündən neçə yaş böyük qadın haqda belə sözlər deyirsən. Heç utanmırsan, Xəllat. Kəs səsini, özündə sualıma cavab ver. Mənim həmin gündən sonra ondan xəbərim yoxdur. Darıxma, bu yaxınlarda xəbərini eşidəcəksən. Xəllat, sən Allah onunla işin olmasın. Səsini kəs. Eşitsəm ki, bir də onun yanına getmisən. İkinizi də birlikdə yandıracam. Onu yandıracaqsan? Bəs mənim günahım nədir? Səxir, sən nə inirsən? Zeynəbə görə bu qədər üzülməyə, Təlhəni də öz başına qoymağa dəyər. Əbu Vail səndən istəkli övladı kimi davranırdı. Bir də ki, hara gedirsən? Qayıt, Səxir, qayıt. Misir. Allaha şükür birinci planım baş tutdu. Qonşularım, mənim haqqımda eşidəcəklərinizi hazır olun. Ey Rəbbim, düşündüklərimi həyata keçirmək üçün mənə kömək elə. Karvan üçün lazım olan əşyaların hamısını almaq lazımdır.
onlara ən keyfiyyətli yemək və geyim aparacağam. Nə olub ey Əba Yusif? Ağam, necə deyim, külək qonşumuzla bizim aramızda olan divarı yıxıb. Bizim evdən baxan onların evini görür. Bəli, ağam. Madam ki belədir Yusif, get bir bənna gətir, divarı düzəltsin. Baş üstə, ağam. Tapşır usta divarı düzəltməyincə heç kim dama çıxmasın. Bu qonşumuzun bizim boynumuzda olan haqqıdır. Uşağı da qulluqçuya tapşır. Baş üstə mənim ağam. Gəl görüm. Bu səfərdən yad ola bilsin ki, 2 səfərdən sonra varlanacağam. Ancaq bu mal mənim üçün azdır. Osmana onun 3də 1-ni verməliyəm. Bəlkə də belə olmalıdır. Görəsən bu məbləği artırmaq üçün nə qədər pula ehtiyacım var? İndiki kimi istəyirəm hamısı mənim olsun. İndi isə sən mənim əlimdəsən. Ey pul, kaş ki, sən mənim halal pulum olaydın. Ey Əbu Vail, ey əmi, onda sənin qızınla nişanlanardım və sonra evlənərdim. Mən sənin sayəndə deyil, öz səyim və çalışmam nəticəsində varlı olardım. Zeynəb qızım, nə vaxta qədər belə olacaqsan? Ay Allah, sən özün kömək ol. Allahdan başqa güc və qüdrət sahibi yoxdur. Bağdad. Gəl gedək. Əfif, nə olub? Sakit ol, gəl gedək. Buyur, keç. Sağ ol. Xoş gəlmisən, buyur. Əfif, məni yaman qorxutdun. Xəlifənin əskərləri belə olur da. Xoş gəlmisən Nusayr. Xeyr ola, nə yaxşı gəlmisən. Axı bura gəlmək fikrin yox idi. Məni sən gətirdin bura. Yoxsa mənim burada nə işim vardı? Mən? Necə yəni? 2 gecə dalbadal səni yuxuda görmüşəm əmi. Birinci gecə dedin ki, Nusayr, tez dur gəl bura, mənə lazımsan. Bəs ikinci? Allah xeyrə calasın. Gördüm siz ikiniz də odun içindən çıxırsınız. Əbu İshak, sənin burada nə işin var? Bir əskərin səni bura gətirdiyini gördüm. Qorxdum ki, başına iş gələr. Bu ağam Əbu İshaqın səsidir. Əfif, necəsən dostum? Sən sağsan? Allaha çox şükür. Bu şəxs mən zindan rəisi olanda dustaqlar üçün yemək pişirən ən yaxşı işçi idi. İndiki müdür mənə yemək pişirməyə qadağan eləyib deyir. Biz gəzintidə və yaxud da istirahətdə deyilik. Dustaqlar da bizim qonağımız deyil. Bax, buna görə də daha əvvəlki kimi pişirmirəm. Amma ağam, bəs sizi bura gətirən nə oldu? Dostum, mənə Əba İshaqdır. Çünki mən sənin ağan deyiləm. Məni bura gətirənsə, Bəni Üməyyənin zülm elədiyi hər kəsin intiqamını almaq hissidir. Uşaqlarım üçündür.
Xanım, xahiş eləyirəm. Heç olmasa bir tikə yemək yiyin. İştahım yoxdur. Apar bunları. 2 gündür dilinizə heç nə vurmursunuz. Belə olmaz axı. Get buradan Lulu. Apar bunları. Səman və onun kimilərinə itayət edirdim. Gördüyüm hər pisliyə göz yumurdum. Ancaq siz məni oyatdınız və onlara müxalif olmağı başa saldınız. Nüseyr, əgər səni bizlə cihad eləyib məzlumlara kömək eləməyə dəvət eləsəm, bizə hansı işdə kömək eləyə bilərsən? Nə bilim. Mən silahdır, öldürməkdir, qan tökməkdir, belə şeylərdən uzağam. Amma ailəmdə və dostlarımın arasında hərdən onları yaxşı aldada bilirəm. Məsələn, atamın paltarını geyinib, onun səsi ilə danışıram. Əlbəttə, zarafat və gülmək üçün. Yox, bunlar bizim işimizdə karımıza gələn şeylər deyil. Əksinə, bizə ən çox lazım olan elə budur. Güman eləmirəm ki, bu işdə aşpaza ehtiyacınız olsun. Çünki mən yemək hazırlamaqdan başqa bir iş bacarmıram. Bir halda ki, atasının səsinə oxşadığına ehtiyacımız var, deməli aşpaza da ehtiyacımız olacaq. Bəlkə də həmin gün hamıdan lazımlı adam sən oldun, Əfif. Misir, malın qiymətindən 1 dirhəm belə düşən deyiləm. Vallah bu dəqiqə bir loxma çörəyimiz də yoxdur. Bizə yazığın gəlsin ki, sabah Allahın da sənə yazığı Əgər gəlsin. pulun yoxdursa, onda bazara niyə gəlmirsən, hə? Tez ol, get buradan, get. Şakir! Şakir! Məyər məni eşitmirsən? Eşidirəm. Niyə eşitmirəm? Amma Ata, mən su istəyirəm. Ata? Ata? Oğlundur, hə? hə, Yusif! hamımız Allahdanıq və ona doğru qayıdacağıq. Uşaq öldü ağam, öldü. Allah bizə yetər. O çox gözəl vəkildir. Güc və qüdrət Allaha məxsusdur. Qızım, Allah sənə səbir versin. Sən azadsan. Allah yolunda azadsan. Dünən mən deyəndə dostumu qaçırmağa kömək ilə qəbul eləmədin. İndi isə qəbul eləyirsən? Axı nə oldu? Mən səni yaxşı tanımıram. Bax, bu kişi düzgünlüyü, yaxşı siyasəti və məzlumlara olan məhəbbəti ilə bizim üçün örnək idi. Əfif, bizə kömək elədiyin üçün ailənə görə qorxursansa, biz səni heç bir işdə məcbur eləmirik. Bizim işimizi gizlin saxlamağın bəs eləyər. Nə danışırsınız, ağam? Dedim axı, mənə ağa demə, Əbu İshaq de. Mən də gedirəm. Sizi yaxşı tanıdığım üçün istədiyinizi eləyəcəm. Bilirəm ki, siz də mən belə bir vəziyyətə düşsəydim, məni pis vəziyyətdə qoymazdınız. Allaha and olsun, mən Amir İbn Übeyd və başqa dostlarım orada Haşimlərə verilən zülmü hər gün görürdük. Bunu heç bir müsəlman qəbul eləməz. Ola bilsin sizinlə birlikdə bu zülmün qarşısını ala bildim. Və Allah günahlarımızı bağışlasın. Bəs sən nə deyirsən? Mən? Siz nə deyirsiniz? Axı bilirsiniz ki, mən döyüşə bilmirəm. Sizin bu işinizdən də xəbərim belə yoxdur. Qorxma Nüseyr. Sənlə Əfifə ən əhəmiyyətli və asan işi tapşıracağıq. Nuseyr, sən narahat olma. Sənin işin yalnız əskərləri güldürmək olacaq.
Güldürmək? Onlar mənim qılıncı necə götürdüyümü görən kimi güləcəklər. Bu doğrudan gülməli olacaq. Bu işdə qılınca ehtiyacımız olmayacaq. Tədbirimiz tamam başqadır. Nə qədər ki bu işdə qılınca ehtiyac yoxdur. Mən tam hazıram. Əfif, sən də həmçinin sənə aid olan tapşırığı yerinə yetirib, heç nə olmamış kimi evinə və ailənə qayıdacaqsan. يا ربي يا ربي يا رب يا رباه يا رباه يا رباه يا رباه يا رباه يا الله يا الله يا الله يا الله يا الله يا حي يا حي يا حي يا حي يا حي يا رحيم يا رحيم يا رحيم يا رحيم Axı mənim bu bazarda nə işim vardı? Gör mən nə qədər axmağam. Niyə özün haqqında belə deyirsən? Axı sən ikinci dəfə evlənmiş ilk kişi deyilsən. Nə vaxtdan bəri yoldaşlarının arasında bu vəziyyətdəsən? Düz 7 ildir. Niyə bunu kəndə aparmırsan və yaxud birincini bura gətirmirsən? Belə eləsən sənin üçün daha asan olacaq. Nə birinci ikincinin haqqında, nə də ikinci birincinin haqqında heç nə bilmir. Əgər birinci arvadından qorxurdunsa, onda niyə ikinci dəfə evləndin? Sən fikirləşdiyin kimi deyil Təlhə. Səfərlərin birində malımızı sata bilmədiyimiz üçün uzun müddət burada qalmalı oldum. Sonra da elə oldu ki, bir karvan başçısının qızı ilə evləndim. O əzmkar kişidir. Özünün də yaxşı əlaqələri var. Şər adam deyil. Birinci arvadın malından, ev eşiyindən istifadə etdiyin, taxta satan əbiyassarın qızıdır. Sən bunların heç birindən keçə bilmirsən. Düz deyirəm? Belə demə. Sən nə danışırsan Təlhə? Narahat olma Şakir. Arxayın ola bilərsən. Mən sənin sirrini heç kimə açan deyiləm. Çox sağ ol Təlhə. Çox sağ ol. Amma bir şərtlə ki, malının yarı qiymətini mənə verəsən. Nə? Susmağın üçün pul istəyirsən? Səncə bu kişilikdəndir? Yox. Amma sən elədiyin də kişilikdən deyil. De görüm sənlə mənim aramda bir fərq var? Ha kişi, sən düz 2 ailəni alladırsan. Axı o mənim malım deyil Təlhə. Taxta satan əbiyassarın malıdır. Yaxşı, onda 3də birini. Başqa söhbət eşitmək istəmirəm. Mən öz həyatımı qurmaq istəyirəm, həyatımı. Bəs mənim həyatımı düşünmürsən kişi? Ya Əba Əbdillah, sizə elə bugünkü kimi fikirli görməmişdim. Bəli. Mən onları evin damına çıxmaqdan çəkindirmişdim. Evdən çıxanda övladlarımdan birini tərbiyə edən qulluqçunun uşağı qucağına alıb pilləkənlə düşdüyünü gördüm. O da məni görəndə özünü itirdi və uşaq əlindən yerə düşüb öldü. Bu Allahın qəzasıdır ya Əba Əbdillah. Allahın qəzası. Allah sizə səbir versin. Allaha and olsun uşağın ölməyinə o qədər üzülmürəm. Məni narahat eləyən qulluqçumun məndən qorxması oldu. Allahın Peyğəmbəri salavatullah buyurmuşdu.
Allahın salamı ona və onun ailəsinə olsun. Kim möminə onu qorxutmaq üçün baxsa, Allah onu Allahın kölgəsindən başqa kölgə olmayan bir gündə qorxudar. Düzdür. Allah özü sizin köməyiniz olsun. Biz elə bir qövmük ki, bizə verilən xeyirləri başqaları üçün də istərik. Və başımıza gələn hər bir müsibətə razı olarıq. Sizin üçün Hindistan xörəyi hazırlamışam. Hazırlanmasını Hindistanlı tacirdən öyrənmişəm. Hə? Nədəndir? Ətdən yoxsa toyuqdan? Ye və özün gör nədəndir. Atam üçün bundan hazırladım, çox bəyəndi. Sizə nuş olsun. Ağam, yeməyiniz hazırdır, buyurun. Qoy ora. Gedə bilərsən. Ağam, bu adam şərab içib. Şərab? Sizdə mənim üçün yer tapılar? Bu Bağdadda olan ən gözəl evdir. Sənə nə verək? Bir otaq, yoxsa bir yataq? Yox. Mən bütün evi almaq istəyirəm. Bütün evi? İçindəkilərlə bir yerdə. Yaxşı, bəs içindəkilərlə nə edəcəksən? Bax, bu məni istədiyim yerə aparacaq. Bəs o? Bu nədir? Mən sütun görürəm. O da bizim kimi insandır. Yox, qoy o evimdə yaşamasın. Ondan qorxuram. Əgər ev sahibi evdə olandan qorxsa, onda nə baş verər? Bilmirəm. Tez olun, tez olun. Tez olun. Hamınız çıxın, azadsız, tez olun. Ağam! 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 Dustaqların hamısı qaçdı, ağam. Nə? Bu sərxoşu da götür gəl. Get, ağanı tək qoyma. Sənsə tez ol, canını buradan qutar. Bəs sən? Narahat olma, get.
Xala, çıx get buradan. Nə qədər ki gec deyil, get uzaq bir yerdə ev kirayələ. Ay, Allah səni saxlasın Xədicə. Axı belə bir vəziyyətdə mən necə kirədə qala bilərəm? Tikdiyim paltarları kasıb qonşularımdan başqa heç kim almır. Mən kirəni necə verim? Götür bunu. Bu sənə bir il bəs eləyər. De görüm bu qədər pulu hardan almısan? Bu mənim ərimin puludur. Pulunu harda gizlətdiyini bilirəm. Mənim haram mal yediyimi nə vaxt görmüsən? Bağışla məni, xala. İstəmirəm. Lazım deyil. Apar pulu sahibinə qaytar. Bir də belə iş görmə Xədicə. Haram yeyənin heç bir bəhanəsi yoxdur. İstəyirsən biz də belə olaq? Axı onlar səni incidəcəklər. Bizim Allahımız var. Allahımız var qızım. Zarafat bir yana ətiyə. De görüm, bir də kiminləsə mübahisə eləyəcəksən? Allaha çox şükür. Bizə sənin dəli olduğunu dedilər. İndi necəsən Mani? Dəqiq bilmirəm. Görəsən doğrudan dəli idim? Yoxsa dəli olmaq istəyirdim ki, cəsədimi çıxara bilmədiyim yerdən ağlım çıxsın. Bu dəli adamın sözü deyil Ətiyyə. Arxayın ol, o məndən də ağıllıdır. Mani, heç bilmirəm səndən necə üzr istəyim. Sən özünü mənim üçün qurban verdin. Bunu səndən başqa kimsə eləməzdi. Hətta mən bunu sənin üçün eləməzdim. Dostum, məndən nə üçün üzr istəyirsən? Mən boynumda olan vəzifəmi yerinə yetirdim. Qardaşım, bilirsən səni görməyimə necə şadam? İnana bilmirəm ki, səni sağ və salamat tapmışam. Vəfalı olmağın məni çox sevindirdi. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm Kino şirkəti.